Nənəsi Əliyə Novruz haqqında nə dedi? İkinci abzasda yazılıb. Əli, Novruzun ən vacib adəti odur ki, biz hamı ilə mehriban olaq və birlikdə bayram edək. Bu cavab görürük ki, B variantında yazılıb. Novruzda əsas məqsəd mehriban olmaq və birlikdə bayram etməkdir. Ona görə də doğru cavabımız B variantında olacaq. Nənəsinin sözlərindən sonra Əlinin ağlına kim gəldi? Mətnə qayıdaq. Yazılıb. Əli qonşuları düşündü. Onun yaşadığı məhəllədə tək yaşayan bir qoca var idi. Əhməd baba. O heç kəslə danışmır, bayramlarda da tək qalırdı. Deməli, Əlinin ağlına kim gəlir? Əhməd baba. A variantı doğru cavabdır. Əli Əhməd baba üçün nə etdi? Mətndə yazılıb. Əli nənəsinin bişirdiyi şəkərbura və paxlavanı götürüb Əhməd babanın qapısını döydü. Qoca bu gözlənilməz hədiyyədən sevindi. Sonra nə edir? Daha sonra isə Əli onu evlərinə dəvət edir. Deməli, Əli Əhməd baba üçün nə edir? Əvvəlcə ona şirniyyat aparır, sonra onu bayrama evlərinə dəvət edir. A variantı doğru cavabdır. Əhməd baba Əlinin hədiyyəsinə necə reaksiya verdi? Mətndə yazılıb. Qoca bu gözlənilməz hədiyyəyə çox sevindi və daha sonra abzasın sonunda qeyd olunub, Əhməd baba onlara qədim Novruz adət-ənənələrindən danışdı, onlara bu xoş dəvət üçün minnətdarlıq etdi. Deməli, A variantı çox sevindi və minnətdarlıq etdi doğru cavabdır. Əli Novruz bayramı haqqında nə öyrəndi? Mətnin son cümləsində yazılıb. Əli başa düşdü ki, Novruz yalnız şirniyyat və oyunlardan ibarət deyil. O, insanları birləşdirən bayramdır. A variantı Novruz insanları birləşdirən bayramdır. Doğru cavabdır. Hansı cümlədə hərəkət indiki zamanda baş verir? A variantına baxaq. Aslan oyunda qalib gəldi. Burada hərəkət bildirən söz gəldi sözüdür. Gəldi sözü indiki yox, keçmiş zamandadır, düzdür? Məsələn, o dünən qalib gəldi deyə bilərik. İndi baş vermir hadisə, keçmişdə baş verir. B-də yazılıb. Binalar sürətlə tikiləcək. Gələcəkdə tikiləcək, düzdür? Yenə indi tikilmir. Nə zamansa tikiləcək. Bu da indiki zamanda deyil. Son cümləyə baxaq. Tibb bacısı xəstəyə iynə vurur. Nə edir? İynə vurur. Nə zaman? İndi. İndi iynə vurur. İndiki zamanda olan cavabımız C variantında oldu. Səhv fikir hansı bənddədir? A. Mətn şeir formasındadır, bədii mətndir. Həqiqətən də şeir formasında olan mətnlər bədii mətnlər hesab olunur. Bu doğru variantdır. C-yə baxaq. Mətndə faktlar çoxdur, məlumatlar paylaşılır, informativ mətndir. Bəli, bu da doğrudur. İnformativ mətndə bizə əsasən faktlar verilir. B-də isə mətndə heyvanlar insan kimi dil açıb danışır, informativ mətndir. Bu yanlışdır dostlar. Mətndə əgər heyvanlar insan kimi dil açıb danışırsa, bu informativ yox, bədii mətn hesab olunur. Səhv fikir B variantında oldu. Sadalanan xüsusiyyətlərə uyğun olan sözü seçib işarələyin. Bir baxaq. Birinci bənddə qeyd olunub. Gözlə görünən varlıqdır. Dostlar, arzu sözünü gözlə görə bilərik biz. Biz arzunu gözlə görə bilmərik. Onu ancaq təsəvvürümüzdə canlandıra bilərik. Xəyal edə bilərik, düzdür? Arzunu görmək olmur. A variantına artıq çıxdıq. Önlük. Önlük əşyadır və biz onu gözlə görə bilirik. C variantında isə insan yazılıb. İnsanı da biz gözlə görə bilirik. Birinci varianta əsasən A-nı çıxdıq, qaldı B-C. Davam edək. İncə sayt ilə başlayır, ahəng qanuna tabedir. Önlük sözü Ö saytı ilə başlayır. Bəli, Ö incə saytdır. İnsan sözü İ saytı ilə başlayır. Bəli, İ incə saytdır. Bu da ödədir. Amma davamında yazılıb ki, ahəng qanuna tabedir. Bunu da yoxlamalıyıq. Önlük sözündə Ö, Ü. Hər ikisi incə saytdır. Deməli, ahəng qanuna tabedir. İnsan sözündə İ, A. İ incədir, A qalındır. Deməli, bu söz ahəng qanuna tabe olmadı. İkinci şərtin ikinci hissəsini ödəmədi bu hissə. Ona görə də biz insan sözündə çıxmalı olduq. Cavab təkcə önlük qaldı. Biz artıq cavabımızı tapmışıq. Amma gəlin digər variantlara da baxaq. Tərkibində qalın sayt yoxdur. Ö, Ü. Hər ikisi incə saytdır. Bəli, qalın sayt yoxdur. Bu şərti ödədir. Son olaraq 2 sayt və 3 samitdən ibarətdir. Baxaq. Ö, Ü. Bəli, 2 sayt var. Samitlərə baxaq. N, L, K. 3 dənə də samit var. Bu şərti də ödədi. Deməli, 4 şərtin 4-ünü də ödəyən variant B variantında oldu. Hansı şəkilçi peşə adlarının düzəlməsində əsas rol oynayır? Gəlin bir söz götürək, məsələn, dəmir və bu sözdən peşə adı düzəltməyə çalışaq. Dəmirdən peşə adı necə düzəldə bilərik? Çi əlavə eləyərək, düzdür? Onlar dəmirçi ya da məsələn papaqçı, çəkməçi. Deməli, cavabımız B variantında olacaq. B variantı doğru cavabdır. Cümləni hansı söz ilə tamamlasaq, Gülnar mənfi obraz hesab edilir. Baxaq, A-da yazılıb. Gülnar evi süpürdü.
Dostlar, Gülnar evi süpürdü desək, Gülnar mənfi obraz hesab olunmaz. Çünki o ev işlərində valideynlərinə kömək eləmiş olar və beləliklə də düzgün bir hərəkət eləmiş olar. Yəni mənfi yox, müsbət obraz olar. B-də yazılıb, cizgi filminə baxdı. Gülnar cizgi filminə baxdı. Burada da heç bir yanlış hərəkət yoxdur. Biz Gülnarı mənfi obraz hesab eləyə bilmərik. Amma C-də yazılıb, quşlara daş atdı. Əgər Gülnar quşlara daş atarsa, heyvanları qorxutmuş, onları incitmiş olar. Bunu eləmək olmaz, düzdür. Bunu eləmək Gülnarı mənfi obraz edər. C variantı yanlışdır. Cavabımız oldu C. Nümunədə neçə söz cəmdə işlənmişdir? Baxaq. Birinci sətirdə çiçəklənib, gülöyşə, nar. Burada heç bir söz cəmdə deyil. Bu sətirdə tapmadıq. İkincidə çiçəklənib, şaftalılar. Şaftalılar sözü cəmdədir, düzdür? Lar şəkilçisi var. Bir dənə söz tapdıq. Davam eləyək. Uçun quşlar bizim bağa. Uçun burada yoxdur. Bizim bağ burada da yoxdur. Amma quşlar sözü cəmdədir, düzdür? Lar şəkilçisi var. İkincini tapdıq. Nəğmə deyin. Gəlib bahar. Burada da yoxdur. Deməli, 2 dənə tapdıq. C variantı doğru cavabdır. Verilmiş sözlərdən neçəsi cədvəlin heç bir xanasına yazılmaz? Baxaq, cədvəlin bir xanasına yazıb ki, yalnız qalın saytlar işlənib. O birində yazıb ki, yalnız incə saytlar işlənib. İndi sözlərlə başlayaq. Yorucu. Yorucu sözündə o, u. Hər üçü qalın saytdır. Bunu hara yazacaq? Bunu yalnızca qalın saytlar olana yazacaq. Düzdürmü? Yazaq. Yorucu. Hiləgər. İ, ə. Təkcə incə saytlar istifadə olunub. Bunu da yazacaq digər tərəfə. Davam eləyək. Əyləncə. Ə. Hər üç incə saytdır. Bunu da yazdıq ikinci sütuna. Əyləncə. Musiqi. U, i. Görürsünüz, u qalındır, amma 2 dənə i incədir. Bunu heç bir tərəfə yaza bilmədik. Şərtdə də bizdən istəyirdi ki, heç birinə yazanmayanları soruşurdu. Deməli, musiqi oldu 1. Rəngarəng. Ə. 2 incə, 1 qalın var. Bunu da heç yerə yaza bilmərik. Oldu 2. Qapıçıya baxaq. I. Hər üç sayt qalın saytdır. Bunu yazacağıq qalın saytlar tərəfə. Deməli, biz sadəcə musiqi və rəngarəng sözlərini heç bir tərəfə yaza bilmədik. 2 dənə sözü. B variantı doğru cavabdır. Hansı sözlər sətirdən sətrə düzgün keçirilmişdir? Baxaq. Sevinç sözü yanlış keçirilib. Niyə? Çünki olmalıydı sevinç. Dostluq sözü doğrudur amma. Amma yenə də sevinç səhvdir deyə bunu götürməyəcəyik. Külək sözü də yanlış keçirilib. Necə olmalıydı? Külək. Səbət də yanlışdır. Səbət olmalıydı. B-ni də çıxdıq. C-yə baxaq. Cəsarət sözü doğru keçirilib. Bəli, cəsarət. Günəş sözü də doğrudur. Günəş. Deməli, doğru oldu C variantında. Növünə görə fərqlənən cümləni seçin. A-da yazılıb. Həkim xəstəni müalicə etdi. Bu cümlə nəqli cümlədir. Düzdür? Sonuna nöqtə qoymalıyıq. Nəqli cümlə. Hansı şeiri öyrənmisən? Bu sual cümləsidir. C-yə baxaq. Əli mahnı oxuyurdu. Bu da oldu nəqli cümlə. Bunu da sonuna nöqtə işarəsi qoymaq lazımdır. Deməli, ikisi nəqlidir, biri sual. Bizə də soruşur ki, fərqlənən hansıdır? Fərqlənən oldu sual cümləsi. B variantı doğru cavabdır. Hansı cümlədə 2 icraçı var? Dostlar, icraçı nəyə deyirik? Hərəkəti həyata keçirən, icra edən şəxsə deyirik. Baxaq. Səbinə işıqları yandırdı. Burada hərəkət işıqları yandırmaqdır. Bu hərəkəti icra eləyən kimdir? Səbinə. 1 nəfərdir. Orxan dərsə gecikdi. Yenə dərsə gecikən kimdir? Orxan. 1 nəfərdir. Bilal və Kərim yolda rastlaşdılar. Nə etdilər? Rastlaşdılar. Kim? Bilal və Kərim. 1, 2. 2 nəfər icraçı var burada. Cavabımız olduğuna görə də C variantında.